Sehirbazların işi əvvəla məhduddur. Neçə cəhətdən məhduddur. Biri bundan ibarətdir ki, onlar ustadları onlara nə öyrədibsə, təlim görüblər də, təlimlədir. Ustadları hansı işləri, hansı qeyri-adi işləri, bizim üçün qeyri-adi görünən öyrədiblər, yalnız onu həyata keçirə bilirlər. Ondan başqası yox. Məhduddur o təlimə, ustadlarının onlara öyrətdiyi və üzərlərində məşq etdiyi, yəni dəfələrlə onu məşq edirlər, ta alındıra bilsinlər, insanlara göstərə bilsinlər. Amma Peyğəmbərlərin işi məhdud deyil. Peyğəmbərlər ümumiyyətlə hər hansı bir ustaddan onu öyrənməyiblər. Allah tərəfindən o möcüzə onlara verilib. Və eyni zamanda əhatəlidir bütün işlərə. Yəni insanlar onlardan hər hansı bir işi möcüzə olaraq göstərməsini istəsələr, Peyğəmbərlər onları həyata keçirə bilərlər. Necə ki, Salih Peyğəmbərdən nə istədilər? Salih Peyğəmbərin qovmu dedi ki, o dağın içərisindən dəvə çıxart. Dağdan dəvə çıxsın. O dağdan dəvə çıxdı. Həzrəti Salihin göstərişi ilə, Allahın izni ilə. Allahın izni ilə. Həzrəti Məryəmin məsələsində körpə uşaq İsa Peyğəmbər qucağında, yəni qucaqda olan uşağa, beşikdə olan uşaq dil açdı, danışdı, dedi, qalə inni abdullah ataniyəl kitab və cealəni nəbiyyə. Mən Allahın Peyğəmbəriyəm, körpə uşaq, təzə doğulmuş uşaq. Və mənə kitab gəlib, mən Allahın bəndəsiyəm, mənə kitab gəlib və Allah məni Peyğəmbər olaraq qərar verib. Bütün bunlar Peyğəmbərlərin möcüzəsinin əhatəsini göstərir və məhdudlaşmır təlimə.